İnsanımız sağlam deyil. Çünki səhiyyə idarə etməsi düz deyil. Ailə həkimləri təyin edin. Tibbi kartışkalar müəyyən edin. Ayda bir dəfə hər bir ailənin fərdini ailə həkimi yoxlasın, o kartışkaya qeyd etsin şikayətləri nədir, özünü necə hiss edir və yönləndirmə etsin xəstəxanalara. 95% ürək riski olar bir ölkədə. 95% ürək riski var bir ölkədə, Azərbaycanda. Kardiyoloji cəhətdən ən bərbad ölkələrdən biridir. Onkoloji cəhətdən ən bərbad ölkələrdən biridir. Mən bir dəfə də sizin efirdə demişim, hər dəfə onkologiyanı görəndə yadıma mərhum şairimiz Şücaətin "Bura biçarə ilə doludur ana" şeiri yadıma düşür. Biçarə ilə doludur orada insanlar. Dayanmadan şəkər xəstələrinin sayı artır. Təminatlar olduqca aşağı vəziyyətdədir. Büdcədə bunu nəzərə almalıdır hökumət. Bu cür insanların hamısının təminatı, dərmanla təminatı, həkim müayinəsinin pulsuz həyata keçirilməsi gerçəkləşdirilməlidir. Niyə bu qədər xəstə uşaqlarımız doğulur? Az qala 5 uşaqdan biri autizm xəstəliyinə tutulur. Niyə? Səbəb nədir? Niyə tibb araşdırmır bunu? Azərbaycan səhiyyəsi niyə bunu araşdırmır? Azərbaycan səhiyyəsi niyə araşdırmır ki, bugün doğulan uşaqların böyük əksəriyyəti təkcə psixoloji travma ilə yox, həm də fiziki travma ilə doğulur. Talasimiya, autizm. Kimi dindirirsən talasimiya xəstəsidir, kimi dindirirsən autizm xəstəliyinə tutulub. Niyə bu qədər problem var səhiyyəmizdə? Nədəndir? Bunun mənbəyi nədir? Qaynağı nədir? Elmi araşdırma olmalıdır bunun üçün. Elmi araşdırma olmalıdır ki, niyə Azərbaycanda doğulan uşaqların bugün bu qədər xəstəlik daşıyıcılarıdır, anadan gəlmə? Bu günlərdə işidirəm, 2 yaşında uşaq xərçəng xəstəsindən vəfat edib, xərçəng xəstəliyindən vəfat edib. Necə ola bilər 2 yaşında uşaq xərçəng xəstəsi olsun? Nə vaxt tutdu? Harada buna vaxtı çatdı, zamanı çatdı? Bunu araşdırmalıdırlar. Bugün səhiyyəmiz bununla məşğul olmalıdır. Amma bununla məşğul olmaq üçün mütləq kapital qoyulmalıdır.